2025-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 923,5 milyon manata yaxın vergi daxil olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 266,1 milyon manat və ya 4% artım deməkdir. Qeyri-neft qaz sektorundan daxil olmalar 4 milyard 948 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% artım deməkdir. Ödənilən vergilərin 71,5%-i qeyri-neft qaz sektorunun, 28,5% isə neft qaz sektorunun payına düşüb. Hesabat dövründə muzlu işçi sayının və əmək haqqı fondunun ağarması nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmalar 2 milyard 38 milyon manatdan çox təşkil edilib. Bu mənbədən daxil olmalarda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,3%, qeyri-büdcə təşkilatları üzrə daxil olmalarda isə 14,6%lik artım qeydə alınıb. İqtisadçılar deyir ki, növbəti dövrlərdə büdcə daxil olmaları daha da artacaq. Artım gözlənilən əsas sahələrdən biri də qeyri-neft sektorudur. Bu onu deməyə əsas verir ki, müəyyən xərclər hələ qarşıda istifadə olunacaqdır, yəni vəsaitlər xərclənəcəkdir və bu zaman təbii ki, bu geri dönüş şəklində büdcə daxil olmalarına da, yəni bir xərc eyni zamanda vergilər vasitəsilə geri dönüş də yaradır və hazırda o milyardlıq profisit qarşıdakı dönəmdə xərclənən zaman əlavə vergi daxil olmalarına gətirib çıxaracaq. Bu isə təbii ki, büdcənin daha rahat şəkildə icra olunmasını təmin edir. Qeyd edək ki, icbari tibbi sığortalar üzrə ödəmələrdə ötən ilin eyni dövrü ilə müqayisədə 11,8%, qeyri-büdcə təşkilatları üzrə isə 11,5% artım müşahidə edilir.